Allah-u Müteal Quran-ı Kərimdə Ali İmran surəsinin 83-cü ayəsində buyurur ki: Əfəqeyrə dinillahi yəbğun. Onlar Allahın dinindən başqa bir dinmi istəyirlər? Və ləhu əsləmə mən fis-səmavati vəl-ərd. Bir halda ki, Allahın dininə göylərdə və yerdə olanların hamısı təvən və kərhən, istər-istəməz, istər itaət edərək, istərsə də ikrah üzərində də olsa, Allahın dininə təslim olublar və ileyhi yurcaun və ona tərəf qaytarılacaqlar. Bu və bu qəbildən olan bir neçə ayələrdə Allah-u Müteal öz dininə, dininin əzəmətinə işarə eləyir. Məsələn, digər bir ayədə buyurur ki, Allah yanında haqq din İslamdır. Hər kim ondan başqa bir şeylə Allahın huzuruna gəlmiş olsa, ondan heç bir əməli qəbul olunmayacaq. Və Nəsr surəsində məsələn buyurur ki, sən insanları dəstə-dəstə Allahın dininə daxil olduğunu görərsən. Bu zaman Rəbbinin şəninə təsbihdir və qurban kəs və s. və ilaxır. Nə qədər ayələr var ki, Allah-u Müteal orada öz dinindən danışır. Dinini insanlar üçün bir növ desək, təqdir eləyir, onlar üçün əhəmiyyətli qərar verir. Allahın dini deyəndə nə başa düşürük? Din ümumiyyətlə nə olan şeydir? İnsanın dinə olan ehtiyacı nədən qaynaqlanır? Mahiyyəti nədən ibarətdir? Dinin insan həyatındakı əhəmiyyəti bir növ desək, insan üçün, insani yaşam üçün. Varlığı üçün yox, varlığı baxımından insan heyvan kimi yaşasa da var ola bilər. Yer üzərində ayaq tutub, yeriyib, yeyib, içib, nəsil artıra bilər. Amma insani yaşam üçün gərəkli olan, olmazsa olmaz şeylərin başında Allah-u Mütealın dini gəlir. Hansı ki, Allah insanları yaratdıqda onları müəyyən bir fitrət üzərində xəlq eləyib və həmin o fitrətə uyğun olaraq da onlar üçün müəyyən göstərişlərdən ibarət din göndərib, şəriət göndərib ki, bu dinin əsas vəzifəsi, mahiyyəti əvvəla insanın etiqadını doğru, düzgün formalaşdırmaqdır. Hər bir İnsan yaşadığı yerdən, doğulduğu mühitdən asılı olmayaraq, ağlı özünü dərk eləyəndə, ətraf mühiti dərk eləyəndə, onun nədən yaranıb, hardan yaranıb, bu dünyaya niyə gəldiyi, bu dünyadan sonra aqibətinin nə olacağı, bu suallar hər bir insanı düşündürür. Dünyanın harasına gedirsən get, insan müəyyən bir yaş həddinə yetişəndən sonra ya ixtiyari, ya qeyri-ixtiyari, ya ətraf mühitdən təsirlənərək, kimdənsə eşidərək, ya da öz-özündə düşünərək, mən necə olub yaranmışam, niyə yaranmışam, bu dünyada niyə varam, bu dünyadan sonra nə olacaq? Bu ibtidai suallarla hər bir kəs qarşılaşır. Bu suallar hamını düşündürür. Həmin bu suallara cavab olaraq, bu və bundan başqa insan üçün əhəmiyyətli olan əqidəvi suallara cavab olaraq, Allah-u Müteal insan ağlının dərk edə biləcəyi və dərk edə bilməyəcəyi o əqidəvi, ideoloji həqiqətləri insana çatdırmaq üçün ona din nazil eləyir. Məsələn, İmam Musa Kazım əleyhissalamdan Usul-u Kafi kitabının əvvəllərində nəql olunmuş bir kəlamda o həzrət buyurur ki, Allahın bəndələri üzərində iki höccəti var.
Hüccət yəni dəlil, sübut. Onlardan biri zahirdədir, biri isə onların daxilindədir. Onların daxilində olan hüccət onların ağıllarıdır. Onların xaricində olan hüccət Allahın peyğəmbərləri, imamlardan ibarətdir ki, insan ağlı və məsum peyğəmbər və imamlar insan üçün onun olmazsa olmaz olan, düşündürən, həyati əhəmiyyət kəsb eləyən suallarını əqidəvi mənada cavablandırmaq üçün Allahın əta elədiyi bir nemətdir. Amma bunların içərisində vəhiy ilə əql biri-birindən fərqlənir. Hədisin davamında İmam Əleyhisselam buyurur ki, başqa bir kəlamda, Allah-u Teala ağlı yaratdı, ona gəl deyə əmr etdi, get deyə əmr etdi. Ağıl da Allahın əmrinə riayət elədi. Ondan sonra buyurdu ki, izzətimə və cəlalıma and olsun ki, insanları sənə görə mükafatlandırıb, sənə görə cəzalandıraram. İnsan ağlı onun Allah qarşısında öhdəlik götürməyi üçün gərəkli olan şərtlərdən biridir. Ağlı olmayana Allah hər hansısa bir şeyi əmr və ya qadağa eləmir. Amma hədisin davamında buyurulur ki, və səni yalnız seçdiyim bəndələrdə kamil, saf qərar verdim. Ağlı bəndələr arasında bölüşdürür. Amma bu ağlın ən kamilini, ən idealını özü üçün insanları hidayət etmək üçün göndərdiyi şəxslərdə qərar verir. Ona görə insan ağlı müəyyən yerlərdə, istər Allah barəsində olsun, istər digər qeybi məlumatlar barəsində olsun, istərsə də başqa dünyada olan məlumatlar barəsində. İnsan ağlının xəta elədiyi yerlərdə bu ağlın, idrakin fövqündə olan bir aləmdən, yəni Allahdan, peyğəmbər vasitəsilə, vəhiy ilə, ilhamla ona xəbərdarlıq gəlir ki, düzdür, sənin ağlın dəyərlidir, sənin ağlığın istiqamətləndirdiyi şeylərə tərəf üz tut, nəfsdən fərqli olaraq. Amma nə qədər də dəyərli olsa, ağlın burada xəta eləyir. Bu peyğəmbərin dediyinə qulaq as. O iki hüccətin birinin üzərində hakim qərar verir, üstün qərar verir. Və hər bir insan ki, artıq idrak səviyyəsi, ağıl səviyyəsi artandan sonra müəyyən, düşündürücü, həcm baxımından böyük olsun, kiçik olsun. Yəni, böyük, ağır suallar olsun, qarşısına çıxan suallar və yaxud da kiçik suallar. Bu suallarla qarşılaşdıqda ki, cavab axtarır, həmən cavabları ona vermək üçün bir daxilində Allah ona ağıl qərar verir. Amma bu ağıl məhduddur. Bu insanın genetikasına görə artıq və ya az ola bilər. Bu insanın böyüdüyü mühitə görə artıq az ola bilər. Bu insanın ətrafda olan şəxslərdən, hadisələrdən təsirlənməsinə görə inkişaf eləyə bilər və yaxud da zəifləyə bilər. Görürsən, məsələn, ziyalı bir ailədə böyüyən bir insanla, onun təlim-tərbiyəsi ilə, zəkası ilə, məsələn, adi bir ailədə, yəni ziyalı olmayan bir ailədə böyüyən övlad arasında adətən, deməyək həmişə, əlbəttə istisnalar olur, bəzən olur ki, nə ata alim deyil, nə ana alim deyil, övlad onların içərisindən bir ziyalı kimi, alim kimi çıxır. Amma əksərə nəzərən baxanda adətən mühitin, ailənin, genetikanın insan həyatında təsiri var ki, Allah-u Teala həmin o ağlın nə qədər də ziyası geniş olmuş olsa, nə qədər də, belə deyək də, çərçivəsi geniş olmuş olsa, müəyyən yerlərdə idrakından, onun qabiliyyətindən xaric olan şeylər var ki, həmin o şeylərdə
qeybdən məlumat göndərməklə onun ağlını istiqamətləndirir. Məsələn, insandan qeyri gözə görünməz varlıqların barəsində bizim məlumatımız yalnız və yalnız dini mətnlərə dayanır. Biz bilirik mələk nə olan şeydir, necədir, hansı formadadır. Bunlar barəsində elmimiz var, dini biliklərin bizə verdiyi məlumatlar və yaxud da ki, insan ağlının özündən başqa gözə görünməyən bir varlıqları qadağan etməməsi, ən azından mümkünlük çərçivəsində və s. və ilaxır müqəddimələri, dəlilləri cəmləyəndə bizim kimi olmayan, gözə görünməyən bir varlıqların varlığına inamımız var. Amma bu inam heç bir elmi texnoloji kəşfə dayanan inam deyil. Bu xəbərə və xəbər verənin doğruluğuna dayanan bir şeydir. Yəni, biz ki, inanmışıq, peyğəmbərlər doğru danışar, yalan danışmaz. Allah yalancı peyğəmbər göndərməz. O peyğəmbər özünün Allah tərəfindən göndərildiyini kim bizə sübut eləyib. Bundan sonra onun verdiyi xəbərləri kim təsdiq eləmək məsuliyyəti bizdə yaranır. Onlar bizə deyiblər ki, mələklər var, cinlər var. Onlar sizdən fərqli varlıqlardır. Siz onları gözlə görmürsünüz, dərk eləmirsiniz. Onlar qeybin bir parçasıdır. Biz də bunu qəbullanmışıq. İnanırıq ki, bəli, belə şeylər var. Sadəcə olaraq həqiqəti bizim üçün kəşf olunan bir şey deyil. Həmin o ağlın, idrakin fövqündə olan yerlərdə və yaxud bu indi əqidəvi məsələlərlə bağlı dediyimizdir də, əxlaqi cəhətindən, insanın əxlaqi cəhətindən müəyyən Allah tərəfindən onun daxilinə qoyulmuş normativlər var. Bi-ixtiyar insan, onun fitrətinə zidd olan müəyyən davranışlar var ki, bi-ixtiyar ondan ikrah eləyir və yaxud da bi-ixtiyar ona tərəf meyl eləyir. Bu instinkt kimi bir şeydir. İnsanın təbiəti gərəkliliyi, yaradılış gərəkliliyi davranış metodudur. Yəni o necə hər bir insan, hər bir canlı qidalanma ehtiyacını özündə hiss eləyir. Heyvan dünyaya gəlir, o da öz anasından süd əmməyi, ana bətnində bunu öyrənmirlər ki, Allah bunun daxilində instinkt kimi bunun insan dünyaya gəlir, anadan qidalanmağı buna dərs kimi keçmirlər ki, bunu Allah ana bətnində onu anadan qidalandırmaqla sanki onun üçün bir vərdiş halına gətirir. Bəzi davranışlar ki, insanın təbiəti gərəyi onun zəruri davranışlarıdır. Allah insanı elə bir fitrət üzərində yaradıb ki, onda elə bir əxlaqi normalar qoyub ki, insan bi-ixtiyar bəzi əməllərə qarşı ikrah eləyir, bəzi əməllərə də meyillənir, rəğbət göstərir. Məsələn, həya duyğusu insanın daxilində olan bir şeydir də. Utanılacaq hər hansısa bir şeyi eləməkdən insan çəkinir. Niyə? Daxilindəki o duyğu var, utanma duyğusu. Həmin o duyğu bunda bi-ixtiyar çəkindiricilik rolu oynayır ki, sən bu işi eləmə, bu iş çirkindir, bu səni utandıracaq, narahat eləyəcək. İndi hamının utandığı şeylər dəyərlərə görə dəyişir də. Allah qoyan fitrət üzərində, Allah qoyan əxlaqi normalar üzərində yaşayan, böyüyən insan şəriətin, dinin qayda qanunlarından hər hansısa birini pozanda utanma duyğusu onda olur. Yox, müəyyən təsirlərdən təsirlənən və yaxud da ki, fərqli bir mühitdə böyüyüb, bir yerdən sonra öz fitrətini itirən, o insani duyğularından aşılanan insan bir yerdən sonra onun üçün utanma duyğusu olmayandan sonra artıq bu kimi şeylər aradan gedir. Biz əksərə nəzərən danışırıq. Din üzərindən də danışmırıq. Bu müsəlmana aid olan bir şey deyil. Bu tək İslama və yaxud da səmavi dinlərə aid olan bir şey deyil.
Müəyyən əxlaqi davranışlar, normativlər var ki, dünyanın harasına gedirsənsə, get, orada bunlara riayət olunur. Ona görə yox ki, bunu ona Allah vəhy olaraq göndərib, bu da deyib Allahın əmridir deyə mən qəbul edirəm. Ona görə ki, Allah o vəhyi bunun sxemini quranda, özünü yaradanda, daxilində qoyur. Müəyyən qoymadıqları və yaxud da ki, tam izah etmədiyi şeylər ki var, onları da sonradan yavaş-yavaş vəhiy vasitəsilə ona göndərir, məlumatlandırır. İstər əqaidi cəhətdən olsun, ideoloji baxımdan, istər əxlaqi cəhətdən olsun, istərsə də əməl baxımından, insanın həyatını nizama salmaq üçün Allah-u Müteal ona din deyə bir şey göndərir. Yəni, bütün bunların hamısının məcmusunu, toplumunu qaydasına salacaq, cavabsız sualları cavablandıracaq, əxlaqi normaları qoruyacaq, əməl məqamında da doğru əməlləri yerinə yetirmək üçün istiqamət verəcək bir külliyyat, din göndərir. Və insanda həmin bu sadaladığımız şeylər o dinə qarşı zəruri olaraq onda ehtiyac yaradır. Cavabsız suallar, davranış bəlirsizliyi, mən bu cəmiyyətdə necə davranmalıyam? Gedirsən bir ölkəyə, ora gedəndə istər-istəməz oranın qanunlarınla maraqlanırsan. Bilirsən ki, bu sənin ölkəndən fərqli bir yerdir. Orada nəyi eləmək olar, nəyi eləmək olmaz. Ya özün oxuyursan, ya da müəyyən müddətdən sonra cərimələrlə məcbur öyrədirlər ki, burada filan şey olar, filan şey olmaz. Olduğun hər bir mühitdə necə davranmalı olduğun düşüncəsi sənin ağlıva gəlir. Məsələn, namaz qılmayan biri məscidə girir, heyrətdə qalır, sıxılır, çəkilir, oturur bir küncdə. Bilmir ki, birinci dəfə gələndə də illahdakin o birdən nəsə deyərəm, bir sual verərəm. Orada necə davranmalı olduğunu bilmir. Eləcə də hər hansısa bir fərqli mədəniyyətin nümayəndəsi bir insan, fərqli bir, məsələn, bizdən biri indi gedib kilsəyə gedib girəsi olsa, ora bizim üçün qəribə gələcək. Heç vaxt olmayan bir insan kimi qəribə gələcək. Və yaxud da fərqli bir dinin nümayəndələrinin içərisinə girsək, onların dininə uyğun nə olar, nə olmaz, biz onları ki bilmirik. İnsan varlığı gərəyi, təbiəti gərəyi bu dünyada ki, nəyə inanmalıdır, nəyə inanmalı deyil. Nəyə əməl etməlidir, nəyə əməl etməli deyil. Hansı şeylər onun daxilini rahatladar, hansı şeylər onun daxilini narahat eləyər. Bunları bilmək üçün bir zərurət hissi yaranır onda. Bir müraciət etmə qapısı axtarır. Həmin o qapını Allah-u Müteal öz qapısı kimi təqdim eləyir və o yolu din olaraq insanlar üçün bəyan edir. Bu suallarımın cavabı budur. Səni narahat eləyən şeylər, o əxlaqi dəyərlər baxımından yerinə yetirməli olan şey, olduğun şeylər filan şeylərdir. Filan şeylər o əxlaqa zidd olan şeylərdir. Əməl, sənin məsləhətin və fəsadıva uyğun olan davranışlar, filan işlər sənin məsləhətivədir. Filan işlər sənin zərərivədir. Bunları elə, bunları eləmə. Bunun hamısını cəmləyib bir ad qoymaq istəsək, bunun adı dindir. Və bu dinə insanın zəruri olaraq ehtiyacı var. Bu ehtiyac biri varlığından, sırf insan elə varlıq olaraq var olduğu üçün dinə olan zərurətdən qaynaqlanır. Varlığı kifayət eləyir ki, onun bir dinə ehtiyacı olmuş olsun. Məsələn, Quran-ı Kərimdə Allah-u Müteal buyurur ki, Əfəhəsibtum ennəmə xaləqnəkum əbəsən, Müminin surəsinin 115-ci ayəsində. Məgər elə güman edirsiniz ki, biz sizi elə-belə yaratmışıq. Yəni, sən ki yaradılmısansa, bu yaradılışın bir hikməti var. Bu bihudə yerə yaradılmamısan. Sənin yaradılmağının özü, varlığının özü səni bir dinə məcbur eləyir ki, etiqad bəsləməlisən, əxlaqi davranışları ona uyğun tənzimləməlisən, əməlləri ona uyğun nizamlamalısan.
Öz ixtiyarında qalanda sən bilməyəcəksən nəyi eləməlisən, nəyi eləməməlisən, kimə inanmalısan, kimə inanmamalısan və s. və ilaxır. Əxlaqi ehtiyac həmin o dinə olan ehtiyacın ikinci hissəsidir. İnsanın daxilində bəzən elə əməl eləyir ki, ətrafda da heç kimin xəbəri yoxdur, amma özü öz içərisində narahatdır. Vicdan deyilən şey var ha. Vicdanı sızıldayır. Heç kim onun əməlinə görə onu danlamır. Heç kim onu əməlinə görə məzəmmət eləmir. Amma elədiyi əməldən özü özlüyündə narahatdır. Niyə? Bu insanın o daxilindəki fitrət ki var, Allahın qoyduğu əxlaqi normalar ki var, orada nizamın pozulmağı artıq daxildəki narahatlıq üçün bir səbəbdir. Və ya əksi deyək, səadət baxımından, xoşbəxtlik baxımından. Hər hansısa bir şeydən rahatlıq tapır, aramlıq tapır, qəlbinə sevinç, fərəh daxil olur. Həmin o daxilindəki normalara, əxlaqi normalara uyğun əməl eləyəndə, məsələn, bir kasıba əl tutanda, bir ixtiyar qəlbində özündə bir rahatlıq hissi yaşayır. Ki, mən yaxşı iş gördüm. Görürsünüz, hansısa dinə etiqad bəsləməyən insanlar belə yardım cəmiyyətləri qururlar, ehtiyaclı olan insanlara yardım edirlər. Niyə? Bu Allahın əmrinə riayət elədiyi üçün, Quranda sizə verdiyimiz nemətlərdən Allah yolunda istifadə eləyin əmrinə əməl elədiyi üçün bu sədəqəni filan eləyir, yoxsa yox? Kafir deyilsə Allah tanımır, Quran tanımır. Onun daxilindəki hisslərdən qaynaqlanır ki, yaxşı iş görəndə qəlbində bir rahatlıq yaranır. Niyə? O fitrətə uyğun əməl eləyir. Yəni, işlər qaydasındadır. Pis işdə görəndə, heç kimin də xəbəri olmasa ki, o daxilindəki narahatlıq var, o da həmin o fitrətdən qaynaqlanır, o əxlaqi normalardan qaynaqlanır ki, oradakı nizam pozulub, istər-istəməz insan özünü narahat hiss edir. Həmin bu əxlaqi baxımından insanın ehtiyacı onu dinə tərəf istiqamətləndirən şeylərdən biridir. İctimai ehtiyac, hər birimiz fərd olduğumuz kimi bu cəmiyyətin bir tərkib hissəsini təşkil edirik. Bizdən fərqli olan insanlarla davranış üçün müəyyən qaydalara, qanunlara ehtiyacımız var. Həmin o qayda və qanunları Allah-u Müteal əksərin, əğləbin mənfəət və zərərinə uyğun olaraq bizə təqdim eləyir ki, sizi mən yaratmışam. Sizin birivizə də, hamımıza da bələd olan mənəm. Sizin ortaq maraqlarınızı ən doğru şəkildə də ən yaxşı bilən mənəm. Ona görə sizin üçün bu qanunlar külliyatını göndərirəm ki, bu sizin hamınızın ortaq maraqlarına, yəni bir nöqtə üzərində cəmlənməyinizə səbəb olacaq. Bunun adına biz deyirik din. İslam dini. Eyni zamanda insanı dinə möhtac eləyən şeylərdən biri də insanın kamillik ehtiyacıdır. İnsan varlıqlar içərisində, digər canlılar içərisində təkamülə meyli olan yeganə varlıqdır. İnsan, gördüyün nə qədər canlılar var yer üzərində. İri buynuzlusu, dörd ayaqlısı, sürünəni, uçanı, qaçanı. Bunların hamısının içərisində yeganə insandır ki, o daim təkamül, inkişaf, ucalmaq həvəsindədir. Hər bir insan bunu öz vicdanına baxsa görəcək. Bu dəqiqə hamının ixtiyarında qoysalar, ən yüksək yerlərdə özünü görməyə arzulayacaq. Və ixtiyarında da qoysalar, əyyaş həyatını yaşamağı öz üçün seçməz. Bilir, axı o rəzildir, səfil bir şeydir. Heç kim səfilliyi özü üçün seçməz. İxtiyarında qoysalar ki, sənə nə şərait lazımdırsa təşkil eləyirik. Səfillik üçün də, izzət üçün də. Hər bir kəs təbiət etibarı ilə izzətə meyillə. Birini vəzifəyə qoymaqla süründürmək arasında seçim qarşısında qoysalar, necə qardaş qoy elə vəzifədə rahat həyatımı sürüm də, niyə mən elə sürünməliyəm? İnsan varlıqlar içərisində yeganə canlıdır ki, o daim təkamülə, inkişafa
meyillidir. Həmin o təkamülə, inkişafa olan meyil ona hidayət edəcək, qarşısını açacaq bir qapı axtarır, bir nur axtarır. Həmin o nuru Allah-u Müteal din olaraq bizə təqdim eləyir. Eyni zamanda inananlar üçün axirətə olan ehtiyac. Bu dünyadan sonra, bu həyatın davamı olaraq fərqli bir mərhələdə, fərqli bir həyatın olduğuna inanan insan həmin o aləmdə aqibətini, axirətini gözəlləşdirmək üçün bu dünyada nə etməli və ya etməməli olduğunu maraqlanır. Bu onun dinə olan ehtiyacı olur. Bura qədər danışdığımız müqəddimələr dinin əhəmiyyəti, insanın dinə olan ehtiyacı üzərindəydir. Ki bunların hamısı Qurani Kərimin ayələrinə dayanaraq danışdığımız şeylər deyil. Bu fitrətimizə, yəni hər bir insanı öz vicdanı ilə baş-başa buraxsan, öz ağlı ilə baş-başa buraxsan, düşüncəsi ilə, daxilindəki duyğuları ilə baş-başa buraxsan, gəlib çıxacağı, əlbəttə sağlam ağlı, gəlib çıxacağı nəticədir ki, həqiqətən də mənim bu şeyə ehtiyacım var. Xüsusi olaraq İslam dini Allah-u Mütealın bizlərə təqdim elədiyi dindir ki, Allah Qurani Kərimdə buyurur ki, hər kim İslamdan qeyri bir dinlə mənim huzuruma gəlsə, qiyamət günündə, ondan əməlləri qəbul olunmayacaq. Ali-İmran surəsinin ayəsində buyurur ki, onlar Allahın dinindən başqa bir yol axtarırlar. Bir halda ki, sənin bütün məsləhətivi və zərərivi, faydavi, sənə xeyirli olan, şərr olan şeylərin hamısını ən gözəl bilən odur. Sənin bütün cavablarını cavablandıracaq yeganə qapı odur. İstəklərimin həyata keçməsi üçün yeganə qüdrət sahibi, elm sahibi olan varlıq odur. Bütün bunların hamısını nəzərə alaraq, o Allah-u Müteal sənin üçün bir din göndərib. Buyurur ki, bu insanlar ki, mənim mütləq qüdrət sahibi olduğunu, bunu mən şərh olaraq deyirəm, izah olaraq deyirəm. Mütləq qüdrət sahibi olduğunu bilirlər. Elmin sahibi olduğunu bilirlər. Bunlar mənim tədbirimin ən hikmətli olduğunu bilirlər. Belə olduğu halda mənim dinimdən başqa bir din axtarırlar. Yəni, sən ki, oturub öz ağlınla fikirlə, bəzi insanlar var, elə cürət tapırlar ki, cahilliyindən, ömrü boyu İslamdan bu insanın payı olmuyor. Bunun bir dənə adı müsəlman olub. İndi gəlib qarşısına bir şəriət hökmü çıxıb, təzə xəbər daxı, eşitməyib. Deyir, sən nə danışırsan? Mən belə Allahı qəbul eləmərəm. Mən belə dini qəbul eləmərəm. Belə İslam olmaz. Elə bil dünənə qədər bütün dinin hər şeyinə riayət eləmişdi. Gəldi, indi bu məsələdə bir dənə dayandı ki, yox, belə din olmaz. Onun İslam bildiyi şey, cəhalət içərisində ömrü boyu yaşadığı o cəhalətin, elmsizliyin, ətrafdakı günahların, çirkinliyinin fitrətində qurduğu bir sistemdir. Bu da ömrü boyu müsəlman adı daşıdığı üçün İslam o daxilində olan şeyləri bilir. İndi dindən hansısa bir şey qabağına çıxanda ki, ömrü boyu xəbər olmayıb bunun barəsində. Elə qəriz bir məsələ də deyil, dinin üzdə olan məsələlərindəndir. Bu ömrü boyu yolu o qapıdan düşməyib deyənə xəbər olmayıb da. Sən nə danışırsan deyir. Mən belə Allahı qəbul eləmərəm, belə dini qəbul eləmərəm. Qurani Kərimdə Allah buyurur ki, bu insanlar Allahın dinindən başqa bir din istəyirlər. Bir halda ki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ya itaət üzrə boyun əyərək, ya ikrah eləyərək Allahın əmrinə tabe edilər. Sən Allah qəbul eləsən də, eləməsən də, dini qəbul eləsən də, eləməsən də, onun cızdığı sərhədlərin daxilində bu dünyada ömür sürürsən və ömrünü başa vurursan. Ölümün də onun sənin varlığın barəsində təbiət etibarı ilə cızdığı bir sərhədin bir tərkib hissəsidir.
O sənin üçün belə qərar verib ki, sənin təbiətin bir gün ölməyə, məhv olmağa, bir növ desək, məhkumdur. Bəli. Təbiət etibarı ilə Allah insanı belə yaradır. Buyurur, indi bu insanlar Allahın dinini qoyub, özlərindən din uydurmağa çalışırlar, başqa bir şey doğru getməyə çalışırlar. Din hər bir zamanda, hər bir cəmiyyətdə insanın zəruri ehtiyacıdır. Və Allahın kitabında, məsumların kəlamında insanları ən çox əmr etdiyi şeylərdən biri dini yaşayıb və dini müdafiə eləməkləridir. İnsanın həyatının mahiyyətini, insanın həyatının olmazsa olmazını, o din olduğunu bizə təqdim edirlər. Bir dənə salavat seçirlər Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Məsələn, Şura surəsinin 13-cü ayəsində buyurur: "Şər'a ləkum minəd-dini ma vəssa bihi Nuhan." Allah sizin üçün dində Nuha vəsiyyət etdiyini, "Vəllazi awhayna ileyk." O şey ki, onu sənə də nazil etmişik, vəhy etmişik. "Və ma vəssayna bihi İbrahim." O şey ki, onu İbrahimə də vəsiyyət eləmişik. "Və Musa, Musaya da vəsiyyət eləmişik. Və İsa, İsaya da vəsiyyət eləmişik ki, bu sadaladıqları ulul əzm peyğəmbərlərdir də. Yəni risalətləri geniş coğrafiyanı əhatə eləyən peyğəmbərlər, gətirdiyi qayda qanun, şəriət geniş coğrafiyanı əhatə eləyən peyğəmbərlər. Allah buyurur ki, bunların hamısına və sənə dindən vəhy etdiyimiz budur, tövsiyəmiz budur. Nə? Ən əqimud din, dini bərpa eləyin. Dini bərpa eləyin. Və la tətəfərrəqu və parçalanmayın. Allah bütün cəmiyyətlərdə onların idarə edəni olaraq göndərdiyi ulul əzm peyğəmbərlərə o insanların içərisində dini bərpa eləməyi əmr eləyib. Niyə? Bunsuz mümkün deyil. Bunsuz bunlar nəyə inandıqlarını biləcəklər. Nə hansı əxlaqi normalar içərisində yaşamalı olduqlarını biləcəklər. Nə əməl məqamında bir iş görəndə nəyin doğru, nəyin yanlış olduğunu biləcəklər. Buyurur, biz Peyğəmbər Nuh'a da, İbrahimə də, Musaya da, İsa'ya da, sənə də vəhy etmişik, tövsiyə etmişik. Dini bərpa eləyin, dinsiz cəmiyyət mümkün deyil, dinsiz insan mümkün deyil və parçalanmayın ki, parçalanma zəif düşməyə səbəb olur və bir yerdən sonra aradan getməyə səbəb olur. Bütün peyğəmbərlərə Allahın vəhyi əmri dini bərpa eləyib və qorumaqdır. Həmin o dini ona gələcək həmlələrdən hifz eləməkdir. Bu baxımdan dinin insan həyatında əhəmiyyəti o qədər əzəmətlidir ki, bunu yaxın keçmişdəki məclislərin birində demişik. İndi də rəvayətini oxuyacağam. Bundan sonra da mümkündür tez-tez təkrar eləyək. Çünki bəzi hədislər var ki, o qulaqda sırğa kimi qalmalıdır. Zehnin bir küncündə o qalmalıdır. Daim insan yolunu azanda o müdafiə qüvvəsi işə düşməlidir. Həzrəti Əmir əl-Müminin əleyhissalamdan, İmam Cəfər Sadiq əleyhissalam, Əli əleyhissalamın belə vəsiyyət etdiyini buyurur ki, o həzrət öz əshabına vəsiyyət edir ki, ey insanlar, bilin ki, Qur'an sizin üçün gecə və gündüzün hidayətidir. Gecənin zülmətlərini yaran, hidayət eləyən kitabdır. Gündüzlər də sizi doğru yola istiqamətləndirən, yəni gecə-gündüz hidayətiniz Qur'ana bağlıdır. Buyurur ki, həmin o kitab Nurul Leylil Muzlim, zülmət gecənin nurudur. Alə ma kana min cəhdin və faqətin, ta gəlir İmam əleyhissalam buyurur ki, fəizə hədərət bəliyyə, ey insanlar, sizə bir bəla üz gətirəndə, bir müşkül, çətinlik üz gətirəndə,
Buyurur ki, fəz'alu əmvalakum duna anfusikum. Həmin o bəlanı mallarınıza yönəldin, canınıza gəlməsin. Bir bəla, bir çətinlik qabağınıza çıxanda onu yönləndirin malınıza. Malınla dəf eləyə bilirsənsə, malınla dəf elə, o bəla sənin canına yetişməsin. Niyə? Can dəyərlidir. Buyurur ki, və izə nəzələt nazilətun fəc'alu ənfusakum duna dinikum. Elə ki, bir bəla nazil oldu. Bu bəla da malla dəf olunan bəla deyil. O bəlanı canlarınızla dəf eləyin, amma dininizlə dəf eləməyin. Yəni, bir bəla, təhlükə qabağına çıxanda dinivi qabağa vermə. Canım salamat qalsın təki. Yox. Buyurur ki, bir bəla nazil olanda malınla dəf eləyə bilirsənsə, malını ver qabağa, canıva xətər dəyməsin. Yox, malla dəf olması şey deyilsə, canını ver qabağa, dinivə xətər dəyməsin. Yəni, sağlam dinlə, bu salamat dinlə dünyadan köç. Əgər dinivi qabağa vermiş olsan, bədbəxt olacaqsan. Bu dünyada 5-10 gün ömür sürəcəksən, amma axirətdə əbədi əzabdan canını qurtara bilməyəcəksən. Həzrət buyurur ki, fə'ələmu, bilin ki, ennel halikə mən hələkə dinu, həlak olan o şəxsi ki, onun dini həlak olur. Sənin dinin həlak olduğu, sən yer üzərində gəzən ölülərdən birisən. Maşının, evin, dövlətin, sərvətin, hörmətin, hamısı ola bilər, amma sən gəzən bir ölüsən. Niyə? Bunların hamısı müvəqqəti bir ana qədərdir. O an yetişdiyi, burnundan gətirəcəklər onların hamısını. Buyurur ki, bilin ki, həqiqi həlak olmuş adam o adamdır ki, onun dini həlak olub. Ardıca buyurur ki, وَالْحَرِيبُ مَنْ حَرِبَ دِينُ أَلَا وَإِنَّهُ لَا فَقْرَ بَعْدَ الْجَنَّةِ. Bilin, agah olun ki, cənnətdə fəqirlik yoxdur. Yəni, sənin dinin salamat olsa, sağlam dinlə bu dünyadan köçsən, sən cənnətə daxil olacaqsan. Cənnətdə də fəqirlik yoxdur. Yoxdur sözü yoxdur. Filan şey istəyirəm. Bağışlayın, ona imkanımız yox, belə şeylər. Nə istəyirsənsə, Allah-u Teala orada sənin xidmətində qərar verir. Buyurur ki, cənnətdə fəqirlik deyilən bir şey yoxdur. Əla və innəhu la ğina bə'dən-nar. Və bilin, agah olun ki, cəhənnəmdə də dövlətlilik yoxdur. Mənim milyardım var idi. Gözləyin, onu gətirin, biraz odu saxlayın, yox. Mənim qəsrim var idi, qoy onu daşıyım yox. Cənnətdə fəqirlik yoxdur, orada yoxsulluq görməyəcəksən də, çətini o qapıdan, kəndardan özünü içəri atana qədər. Hə, o içəriyə ki, düşdün, orada fəqirlik hiss eləməyəcəksən. Hə, orada fəqirliyi səndən yuxarılara baxanda hiss eləyə bilərsən. O səndən təqvada, imanda üstün olanlar ki var idi, sən də eləsəydin, onlarla bir mərtəbə olacaqdın. İndi eləməmsən, aşağı məntəqədəsən, eybi yoxdur. Yuxarıya baxandakı çəkdiyin o həsrəti aşağıya baxanda şükürlə aradan aparacaqsan, o cəhənnəmdə yananlara baxanda. Amma ələl-əqəl ən azı cənnətə daxil oldun, imam buyurur ki, orada fəqirlik, yoxsulluq duyğusu yoxdur. Bu dünyada istər fəqir ol, istər dövlətli, salamat dinlə dünyadan köçdün, cənnətə daxil oldunsa orada dövlətlisən. Bu dünyada istər varlı ol, istər kasıb ol. Adam var ki, varıdır, ləzzət eşişirək. Bədbəxt də var ki, heç nə yoxudur, bir yandan da günah yığır. Yəni, dünyada da cəhənnəm yaşayır, orada da gelib cəhənnəmə düşür. Dünyada da istər dövlətli ol, istər fəqir ol. Cəhənnəmə ki düşdün, orada dahi dövlətli, varlı, imkanlı, bunların heç biri keçərli deyil. Fəqirin fəqiri səni odun içində yananda, orada heç bir şey səni o odun əzabından qurtara bilməyəcək. Bir odkin ona düşən heç zaman ondan qurtula bilməz, əleyhissalam buyurur. Bu baxımdan Həzrət buyurur ki, sizə bir təhlükə öz gətirəndə malını sipər elə ver qabağa. Adam var ki, canını verir, nədir? Malına xətər gəlməsin. Bədbəxt, sən gedəndən sonra bu malın nə dəyəri var?
Səndən sonraki kef eləyəcək, nə eləyəcək? Bunun ki, sənə bir faydası yoxdur. Buna görə canını tələf eləməyin nə mənası var? Buyurur ki, bəla gələndə malı ver qabağa. Yox, malla dəf olması deyil. Ya dinin, ya dünyan getməlidir. Deyir, dünyavı, canını ver qabağa, dinivi salamat saxla. Ki, o salamat qalanda əbədi həyatda sən nicat tapacaqsan. Həzrəti İsa əleyhissalam bir gün səhabələri ilə bir məntəqədən, kənddən keçirdi. Gördü ki, buranın əhli ilə küçədə, bazarda kim harda gəldi, düşüb ölüb. Həzrət İsa buyurdu ki, bunlara bəla nazil olub belə ölüblər. Əcəlləri ilə ölsəydilər, heç olmasa biri-birini dəfn eləyərdilər də. Bəla bunları haqlayıb, kimi harda tutub, orada da əzab götürüb. Ətrafındakiler dedilər ki, ey Allahın Peyğəmbəri, kaş bunlardan birini danışdırardın. Həzrət İsa da ölülərlə danışırdı, ölüləri dirildirdi. Bilərdik bunlar nəyə görə Allahın əzabına düçar olublar? Həzrət İsa aleyhissalam o cəsədlərə xitab elədi. Onlardan biri cavab verdi. Həzrət İsa buyurdu ki, sizə nə üçün ilahi əzab yetişib? Neynəmisiniz ki, Allahın əzabı sizi belə haqlayır? Dedi, ey Ruhullah, ki, Həzrət İsa'nın ləqəbi Ruhullah idi. Ey Allahın Peyğəmbəri, iki günahımıza görə bizi əzab haqlayır. Dedi, nədir o iki günah? Dedi, birincisi dünya sevgisi. İkincisi tağuta olan itaət. Bu iki günahımıza görə Allah-ı Teala'nın əzabı bizə yetişib. Həzrət İsa aleyhissalam buyurdu ki, dünyaya olan məhəbbətiniz necə idi ki, Allah sizə əzab. Hamının qəlbində bir dünyaya meyillənmə var da. Nə qədər də dindar yaşamağa çalışsan, nə qədər də dünyada zahid olmağa çalışsan, biz o mühitdə, o şəraitdə, o dəyərlər içərisində böyüməmişik. Bir yerdə insanın bir dünyaya, bir dünyanın nemətinə, qəlbindən bir yaxşı ev olmağı keçir, maşını olmağı keçir, libası olmağı keçir. İndi kimdə bərk, kimdə yüngül. Hamıda bu meyil var. Amma bu meyil necə olmalıdır ki, Allah o dünya məhəbbətinə görə əzab göndərər. Həzrət İsa dedi, sizin dünya məhəbbətiniz necə idi ki, Allah sizə əzab göndərir? Dedi, körpə uşağın anasına olan məhəbbəti kimi. Anası onu ağuşuna alanda, qucağına alanda sevinər. Anası yanından qovanda ağlayar. Bizim dünyaya olan məhəbbətimiz belə idi. Bizim dünyaya olan məhəbbətimiz belə idi. Dünya bizi ağuşuna alanda, nemətlərini bizə təqdim eləyəndə sevinirdik, fərəhlənirdik, hər şey gözəldir. Dünya bizdən üz döndərəndə, nemətləri əldən çıxanda, məcazi dillə desək, dünya başımıza yıxılırdı. Bu dünya məhəbbəti ilahi əzabın bizə yetişməyi üçün səbəb oldu. Dedi, yaxşı, bəs tağuta necə itaət eləyirdiniz? Dedi, hər nə deyirdisə ona əməl eləyirdik. Mühakimə eləmirdik ki, bunu əmr eləyirsən, bunu niyə əmr eləyirsən? Bunun bizə faydası nədir? Vəsair və ilaxır. Mühakiməsiz, qeydsiz, şərtsiz, nə deyirdisə, haqqına tabi olurdu. Həzrət İsa soruşdu ki, nə üçün bu qövmün içərisindən bir sən cavab verdin? Dedi, ya İsa, Allah bu qövmün tamamını odla yandırır, cəzalandırır. Mən bunların içərisində bunlardan deyildim. Onların içərisində yaşayırdım. Məcbur idim, getməyə yerim yox, hara çıxım gedim. Dəyişdirəcək bir gücüm yox, nəyi dəyişdirə bilərəm? Kimə söz keçirdə bilərəm? Məcbur yaşayırdım bunların içərisində, amma qəlbim heç vaxt bunlarla razı deyildi. İndi Allah onların hamısını oddan əzablandırır. Məni də o odun üstündə bir ağacdan, kəndirdən asıblar. Elə hey qəlbim nigarandır ki, bu dəqiqə o kəndir oradan qırılacaq, düşəcəm odun içərisində. Ona görə bəzən məzəmmət ediblər də ki, o fisq əhlinin içərisində olma. Quran-ı Kərimdə Allah buyurur, məgər Allahın yeri yoxdur ki,
hicrət eləmirsiniz? Yaşaya bilmirsən burada. Din yaşaya bilmirsən. Harda dinini gözəl yaşaya bilərsən? Ged orada yaşa, orada hicrət elə. Şəhərdə yaşaya bilmirsən, köç kənddə yaşa. Allah istəyən dini burada bir bəhanələrlə yaşaya bilmir. Get bir ucqar yerdə yaşa. Fərqli bir məntəqəyə köç. İndi insan da var ki, heç bir şey yoxdur, dəyişdirə də bilmir və yaxud da öhdəliyi olduğu halda məsuliyyət hiss eləmir. Nə edirəm deyib özümü pis eləyirəm. Buyurur ki, onları əzabla yandır, amma məni onlardan ayırır. Mən ki, bunlardan bəraət edirdim. Fərqim nədir? Bunun da həyəcanı var, bunun da təlaşı var. Hə. Həzrəti İsa əleyhissalam bir dənə cümlə deyir. Bu rəvayətin hamısını bu cümləyə görə də danışmışam. Məxsusən bəzən möminlərin dillərində elə giləy-güzər var. Dinlərinə münasibətdə görürsən ki, dünya elə başı qatıb ki, din yaddan çıxıb. İmam Hüseyn əleyhissalamın kəlamı var, insanlar deyir, dünyanın qullarıdırlar. Din dillərinə yapışmış bir insanın dilində bir tük olsa necə narahat eləyər. Din dillərində belə bir şeydir, dillərində olan bir şeydir. Elə ki, bəlalar, imtihanlar qabağa çıxar, dindarların sayı azalar. Rahatlıq vaxtında hamı namazını da qılır, ibadə, orucunu, filanını, bəhmanını, zahid, abid, bir hamısı sıxıntı olanda, biraz müşkül olanda, filan olanda Həzrət buyurur ki, elə ki, bəlalar qabağa çıxdı, imtihan, o din üçün bir iş görmək üçün, əziyyət görmək üçün Allah imtihan elədi, onda dindarların sayı azalar. Bunu İmam Hüseyn əleyhissalam deyir da Kərbəlada nələr yaşamışdı, nələri görmüşdü. Həzrəti İsa əleyhissalam buyurur ki, Ən-navmu dubrəl məzabil, zibilliklərdə yatmaq və əklu xəbzi şəir, arpa çörəyi yemək, kəsirun mə'ə səlaməti din, dinin salamat olduğu halda zibillikdə yatıb arpa çörəyi yemək özü böyük şeydir. Yəni, sənin dinin salamatdırsa, küçədə, bacada, zibilliklərdə qalıb, quru çörəklə qidalanmağı özüvə dərd eləmə. Dərdin o olsun ki, qəsirdə olasan, dinin olmuyor. Rahatlığı içərisində olasan, hər bir şey yolunda, qaydasında gedə, amma dinin olmuyor. Buyurur ki, zibillikdə yatıb arpa çörəyi yemək, dinin salamat olduğu halde. O dinin də xarabdırsa, heç nə, zillət içərisində zillət yaşayırsan. Nə dinin var, nə dünyan var. Dinin salamat olduğu halda zibillikdə yatıb arpa çörəyi yemək özü böyük şeydir. Bir rəvayətdə kəsirun mə'ə səlaməti din, dinin salamat olduğu halda böyük şeydir, çoxdur deyə keçir. Birində yəsir keçir. Bununla da məna eləmiş olsaq, yəni dinin salamatdırsa, zibillikdə yatıb arpa çörəyi yemək sənin üçün yüngül bir şey. Bunu özünə dərd eləmə. Dərdin bu olsun ki, hər şey qaydasındadır, amma dinin yoxdur. Bu baxımdan insanın dinini qorumaq onun üçün olmazsa olmazdır. Bu sənin zəruri ehtiyacındır ki, müqəddiməni geninə boluna bu barədə danışdıq. Bu Allahın əmridir. Bu sənin insani yaşamın üçün olmazsa olmazdır. Başqa bir yerdə Həzrəti Peyğəmbər Əkrəmdən nəql olunur ki, Əmir əl-Müminin əleyhissalam Peyğəmbərin belə buyurduğunu deyir. Ya Əmir əl-Müminin əleyhissalamın öz kəlamı olaraq. Quran-ı Kərimin ayəsini təfsir eləyir. Və kânə təhtəhu kənzun ləhuma. Həzrəti Musanın ki, qövmündə o 2 dənə uşaq var idi. Həzrəti Musa əleyhissalam, Xızr əleyhissalam, Xızrla Musa əleyhissalamın qissəsində o divarı ki, uçurdur. Musa əleyhissalam ki, etiraz edir, bunların yerini niyə dağıtdın? Həzrəti Xızr ona hikmətini izah eləyəndə deyir ki, onun altında onların üçün xəzinə var idi. Əli əleyhissalam onu, o ayəni təfsir edir. Buyurur ki, Kânə zâlikəl kənz lawhan min zəhəb fihi məktubun. Həmin o kənz, xəzinə dediyi şey, Xızrın xəzinə ki, o divarın altında xəzinə var idi. Xəzinə qızıldan olan bir lövhə idi ki, orada yazılmışdı. Bismillahirrahmanirrahim. La ilahə illallah Muhammedun Rasulullah.
Muhammed sallallahu Muhammed Ali Muhammed. Allah'tan başqa bir Allah, ilah yoxdur. Peyğəmbər onun elçisidir. Əcibtu limən ya'ləmə ennəl mevtə haqqun keyfə yəfrəh. Orada yazılıb. Bu sözlər yazılıb. Təəccüb edirəm o kəsə ki, ölümün haqq olduğunu bildiyi halda necə sevinə bilir? Bir insan ki, bilir bir gün öləcək, hər şeyin haqq hesabı çəkiləcək. Bunu bildiyi halda necə sevinə bilir, deyib gülə bilir. Acibtu limən yu'minu bil qədər keyfə yəhsən. Təəccüb edirəm o kəsə ki, Allahın onun barəsində təqdirinin olduğunu bilir. Nəyə hüzünlənir? Sən bilirsən ki, başıma gələn bir müsibətdə də Allahın təqdiri var, bir hikməti var. Nəyin hüzününü çəkirsən? Ləbbə işlə qəbul elə, öhdəbə düşəni yerinə yetir. Acibtu limən yazkurun nar keyfə yadhəq. Təəccüb edirəm o kəsə ki, cəhənnəm odunu xatırladığı halda necə gülməyi bacarır. Və acibtu limən yarad dünya və təsərrifə əhliha halən bə'də hal keyfə yətməunnu iləyha. Təəccüb edirəm o kəsə ki, dünyanın halını görür, onun əhlinin haldan hala düşməyini görür, varlısının zəlil durma, fəqirin varlıya, İzzətlinin zəlilə, zəlilin izzətliyə, nə bilim, insanların bu hallarının sağlamın xəstəyə, xəstənin sağlama dönüşdüyü halları görür. Necə bu dünyaya söykənir, necə ona etimad eləyir, ömrünü sürə bilir? Necə bu dünyanın dalıca qaçır? Bir halda görürsən ki, bunda kim varsa, sağlamı bir gün xəstələnir, xəstəsi bir gün sağalır, varlısı bir gün fəqir olur, fəqiri bir gün varlanır. Yəni bu dünyada sabitlik yoxdur. Necə ona bel bağlayırsan, necə ona söykənə bilirsən? Buyurur o xəzinə, Allahın xəzinəsi o uşaqlar üçün buydu. Baxın, insanın dini salamat olduğu halda onun yaşamağı ilə ölməyinin onun üçün bir önəmi yoxdur. Dini xarab olduğu halda onun zər içərisində, yağbal içərisində yaşamağının da bir önəmi yoxdur. Ona görə İmam Əleyhissalam buyurur ki, bizimlə yaşamaq, fəqir yaşamaq, başqalarının, düşmənlərimizin qapısında dövlətli olmaqdan yaxşıdır. Bizlə bir yerdə ölmək, bizim məhəbbətimiz qəlbində birinin ölməyi, düşmənlərimizin boyunduruğu altında yaşamağından yaxşıdır. Niyə? Sağlam əqidən, sağlam məhəbbətin, sağlam dinin var. Nə qədər bunun üzərindəsən və ölməyin, yaşayıb yolu azmağından sənin üçün xeyirlidir. Ona görə Həzrət buyurur ki, bizlə fəqirlik dinin sağlam olduğu halda başqalarının dövlətli yaşamaqdan yaxşıdır. Bizlə ölmək başqalarının boyunduruğu altında, yağbal içərisində yaşamaqdan yaxşıdır. Məsələn, bu günləri şəhadəti olan İmam Musa Kazım əleyhissalam bunun ən gözəl nümunələrindən biridir. İmam əleyhissalamın ömrünün böyük əksəriyyəti zindanda keçir. Məxsusən imamət dönəminin. İmamət dönəminin böyük əksəriyyəti zindanda keçir. Hara var da, hansı zindanlarda məlun Harun İmam Musa Kazım əleyhissalama əziyyət eləmirdi? Hansı şəhərə göndərirdi, orada zindana salırdı? Həmin o zindanın rəisini imamın əzəməti, cəlaləti elə təsir qoyurdu ki, onlarda. Ya imana gəlirdilər, ya da o zalım, məsələn, biri Haruna məktub yazmışdı ki, ya bunu mənim zindanımdan çıxart başqa yerə apar, ya da mən bu insanı açıb buraxacam. Sən nə haqla belə bir insanı zindanda saxlayırsan? Necə mən buna əziyyət edeyim? Ya apar başqa zindana, ya da mən bu insanı açıb azad edəcəm. Mən bunu saxlama, o qəddarlıqda insanın vicdana əl vermiş ki, elə bir şəxsiyyəti burada saxlasın. Nə qədər zindanbanlar var idi ki, İmam əleyhissalam onların abu havasını dəyişdirirdi. Ən azından şərlərini dəf edirdi. Qəlblərində mərhəmət yaranırdı ki, bu insan səhərdən axşama qədər səcdədə, oruc halında, gecəni ibadətdə, səhəri ibadətdə hansı günahına görə buna əziyyət edir? İmam Musa Kazım əleyhissalam istəsəydi, yağbal içərisində, cah-calal içərisində yaşaya bilməzdi.
Haruna bir kəlməsi kifayət edərdi ki, bəzi şeyləri qəbul eləsin, öz əyan əşrəfinə verdiyindən də artığını İmam Musa Kazım əleyhissalama təqdim eləsin. Necə ki, təqdim də eləyirdilər, Əhl-i Beyt imamları qəbul eləmir.